Evin gələndə hərdən gəlir, o da hərdən gəlir. Biri kənddən, o biri şəhərdən gəlir, o da hərdən gəlir. Bunlar çörək zat yeyibdir bugün, görürəm ki acdır. Meyxanada mən sözümə hər zaman dərddir ya əlaçdır. Mərdəkanın şairi söz bağında bir dənə ağacdır. Gələndə əntiqə və hərdən gəlir, o da hərdən gəlir. Gələndə əntiqə və hərdən gəlir. Asif Mərdəkanlı, yoxsa öz qədrini bilməyən və qədri bilinməyən sənətkarmı desəydim? Asif Mərdəkanlının mən elə meyxana deməyin görmüşəm, elə meydanların görmüşəm ki, əfsus onlar nə YouTube'da, nə də bir video çəkilişdə var. Yəqin ki, mənim bu sözümü köhnələr təsdiqləyər. Baxın qardaşlar, bizim də öz öhdəmizə düşən vəzifələrimiz var. Biz əgər içi mən qarışıq, fanatlığı bir kənara qoyub, meyxana deyəni sözünə və istedadına görə qiymətləndirsəydik, Asif indi başqa bir yerdə olardı. Əlbəttə, hər şeyin bir səbəbi var. Səbəbsiz heç nə olmur. Onu deyim ki, bu günlərdə Asifin yeni bir videosu çıxdı qarşıma. Çox sevindim. Bu işdə ona kömək olan, dəstək olan hər kəsdən Allah razı olsun. Allah əzirlərin versin. Biz də inşallah dua eləyək, Asif tezliklə müalicəsini bitirsin, yenidən meydanlara qayıtsın. Bu yolda biz də ona dəstək olmalıyıq. Yoxsa ki, öləndən sonra tök qırğızılı mafə və tabut köçünə lazımi qiyməti biz verməyəcəksə, heç nə.